Dostlar, öncə hər birinizin həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirəm və ən əsas mənim üçün məqamlardan biri dünənləri Şükranın mənə etdiyi bax bu gözəl maşın hədiyyəsidir. Bu mənim arzum idi. Arzumu gerçəkləşdirdi. Şükran, hər şeyə görə çox sağ ol və ən əsas komment yazan, mənə dəstək olan, təbrik edən hər birinə təşəkkürümü bildirirəm, hər birinə minnətdaram. Mənə çox xoşdur. Bu əslində maşın mənim üçün əlbəttə ki, başqa bir addımdır, başqa bir motivasiyadır. Amma inanın ki, sizin təşəkkürünüz özü çox təşəkkür gəlir. Daha doğrusu çox təbriklər gəlir və o təbrikləri bir-bir oxuduqca çalışıram ki, hər birini yazam, amma çatdıra bilmirəm. Ona görə bu videomu paylaşıram ki, əziz dostlar, mənə elədiyiniz dəstəyə, mənə verdiyiniz bax bu motivasiya görə hər birinizin qabağında baş əyirəm, hər birinizə təşəkkürümü bildirirəm. Mən sizi çox sevirəm. Mənim üçün çox böyük dəyərdir sizin mənə olan sevginiz. Sağ olun, var olun. Sevirəm sizi və gedirəm Gəncəyə. Mən istəyirəm ki, anama bax bu hədiyyəni göstərim. Ondan anamdan bir xeyir dualım mənim üçün çox önəmlidir. Ana xeyir duası, valideyn xeyir duası düşünürəm ki, hər bir insanın başında önəmli olan məqamlardan biridir. Bir daha təbrik edirəm hər birinizi. Bayramınız mübarək olsun. Bundan yaxşı illərə inşallah. Öpürəm sizi, var olasınız. Başqa ehtiyatlı olmadan arxaya. Gəncəyə gələndə həmişə ürəyim açılır. Bağlarında salxım Təbrizi, buz kimidir dörd yolunun kəhrizi, Göygölünün havasını. Burada mən dünyaya gəlmişəm, burada oxumuşam, sonra köçmüşəm. Buna bizim evim. Anam mən qarşılayıb, bax. Əziz anam, şirin sözlü anam, qəlbini kövrək eşqin solmaz bahar, gülər üzlü qara gözlü anam, hara getsəm gözün mənə Əziz anam, şirin sözlü